Dostlar, salam aleyküm. Yenə də topuğa baxırsınız. Yenə də mən efirdəyəm. Bəli, soruşa bilərsiniz ki, niyə belə qərar vermişəm? Çünki bu həftə millilərin oyunu var. Bütün mərc oynayanların, bütün futbol həvəskarların qara günüdür. Çünki milli tam o deyil də. Yəni ki, klublar daha rahatdır. Ona görə bu gün qara geyinmişik. Tək ki, verdiyimiz təxminlər qara gəlməsin. Əgər siz də mərc edirsinizsə, 100% bunu VBB Topazda edin. Özdə VBB Topazda dəyişikliklər var. Dostlar, VBB Topazda bonus şərtləri dəyişildi. Əvvəllər həftəlik minimum 1000 AZN dövrəyə edənlər qazana bilirdi, amma artıq sizlərin rahatlığı üçün limit şərti aradan qalxdı. Yəni həftə ərzində 1000 manatdan daha aşağı dövrəsi olanlar da artıq bizdən bonus ala biləcəklər. Necə? Çox sadə. Sadəcə həftə ərzində voucher aldıqda 244 751 kodunuzu seçirsiniz, sonra VVVP-yi seçirsiniz və ikinci günlər 0 10 100 12 34 yazaraq müraciət etməyi unutmayın. Bonusunuz hesablanıb 24 saat ərzində ödənəcək. Daha ətraflı 724 nömrəyə yazaraq məlumat ala bilərsiniz. Unutmayın, mərcin leqalı ən gözəldir, üstəlik bonuslarla. İndi isə keçək oyunlarımıza. Dediyim kimi millilərin oyunu var. Bəli, artıq birinci oyunumuz Lüksemburg-Malta oyunundan başlayacaq 20:00-da. Ümumiyyətlə, Lüksemburg belə elə bir Azərbaycanı da bir-iki dəfə elə bir çətinə salmış komandadır. Amma mən Lüksemburgu belə futbol komandası kimi belə marağım olmuyor da. Nə boş oynayan komandadır, nə üst oynayandır, nə qol-qol oynayandır. Özləri də bilmirlər nə oynayırlar, amma arada belə qıla-qıl bir dənə top vura-vurmaya qəşəng bəxtləri var. Elə bilirəm ki, Malta oyununda da nəsə belə bəxtləri gətirəcək, belə oradan-buradan, nə bilim, duadan, muadan, zatdan yazdırıb belə bir keçəcəklər. Amma yenə də risksiz olaraq Lüksemburgun şəxsi bir topuna inanıram. İnanmıram ki, oyun üstə qaça. Lüksemburga qələbə də olar, amma Malta da yəni dünən uşağı deyil. Məncə də Lüksemburgun bir topu əladır. Vır, yat. İkinci oyunumuz Latviya Cəbəllu Tarix. Yəni, bir komandanın adı Cəbəllu Tarixdirsə, bu komandadan yəni mən heç nə gözləmirəm. Latviyada son oyunda 2 dənə toplara nallamışdı. İndi evdə oynayır. Məncə Latviya lap belə uverinin olmaq üçün bir 2 dənə də top vurmalıdır. Düzdür, Latviyanı bizə favorit veriblər çox az əmsallarla. Amma bu oyun nəsə üstə də oxşayır. Çünki Cəbəlli Tarix keçən oyunda evdə də 1-2-3-4 dənə hücum elədi apasına. Az qalmışdı qapıya yaxın olsun. Bu oyun əslində qol görürəm. Hər iki komandanın qolunu da görürəm. Və 2,5 üst təxminini də edə bilərəm. Sevimli oyunum Kosova-Türkiyə. Əlbəttə ki, hamımız Türkiyənin yanındayıq. Axırıncı oyunda necə üst gözləyirdim Rumıniyanın oyunda. 1-0-la məhv elədilər də məndə. Yəni ki, Aktürkoğlu həmən günü o qədər söymüşdümsə, Aktürkoğlu həmən gecəni rahat yata bilməyib də, yəni dəqiq deyirəmsə. Ona görə bu oyun çox güman ki, Türkiyənin qələbə və 2,5 üstünə inanıram. Çünki Kosovada axırıncı oyun fantastik oyun göstərdi. Türkiyənin qapısından qol da tapa bilər. Çünki Türkiyənin saçdası Semeti oyuna buraxır ya. Semeti heç. Yəni, evdən çölə buraxmırlar. Bu nətər bunu oyuna buraxır, mənə çatmır da. Yəni, yenə də bu həmənki müdafiə ilə çıxsa, Kosova 100%, Rumıniya biraz bəxti gətirmədi. Kosova 100% Türkiyənin qapısından qol tapacaq. Ona görə də bu oyunda hər iki komandanın qolu və yaxud da Türkiyənin qələbə üstünü görürəm. Çexiya-Danimarka oyunu. Danimarkanı ümumiyyətlə favorit görürəm. Qardaş, nə istəyirsən varıdır. Üst deyirsən, üst oynayır. 3-5 üst deyirsən, 3-5 üst oynayır. Bir dənə nəsə time-da vuranmadı keçən dəfə. Bu oyun elə bir Danimarkanın birinci hissə, qonaq komandanın bir topunu görürəm. Çünki Danimarka artıq neçənci oyundur ki, hissələrdə qol vura bilmir. Bu oyun Çexiyanın qapısından 100% qol vurmalıdır. Ona görə bu oyuna təxminim Danimarkanın birinci hissə bir topudur. İsveç-Polşa. İsveçdə Gökeriş, İshak, belə bol oyuncular olar. Nəsə bu son zamanlar bir yerə gəlib sata bilmirlər. Polşanın da son oyununda tam ki oyun 1-ə fırlatdılar oyunu. Lewandowski girdi, o bu zat. Bu oyun hər iki komandanın qolunu görürəm. Hər tərəfdən Gökeriş, bəlkə Lewandowski, Zelinski zat. Kimsə vurar da Polşadan. Polşaya biraz inanmaz alıb. Nəsə son zamanlar elə bir büdürür. Amma İsveçə inanıram da. Yəni bu adamların top oyuncuları var nə qədər. Elangası sağdadır, İshakı var, Gökerişi var, arxada hücumçusu var, müdafiəçisi var, Pozdaşdası var. Yəni İsveçə əslində qələbədə inanıram. Amma tam belə
rahatçılıq təxminim hər iki komandanın qoludur. İnanıram ki, oyun 2-1 İsveçin xeyrinə bitəcək. Bosniya-Hersegovina və İtaliya oyunu. İtaliya məni o qədər məyus elədi. O qədər məyus elədi ki, yəni mən İtaliyanı belə balişik olmuşam. O deyirdi, Del Piero'nun adı gələndə oje 2-0 öndə idin də. Yəni sən İtaliyasan, sənin qanında var bu çempionat. Sən gəlirsən hansısa dılğır bir milli ilə 2-0 oynayırsan. Sən bu üstə oynayan komandasan, sən belə komandalara 4 dənə top vura bilərdin. Ona görə Bosniya və Hersegovina da elə belə komanda deyil. Ona görə İtaliya oyunundan mən üst gözləyirəm. Bu gün də gəl də, bu gün də üstə 3 topa qaldır da. 1-3, nə bilim 2-3 təxminlərini edirəm, amma ən belə rahatçılıq olan 2.5 üst gözləyirəm. İtaliya, bax da, Padvat elədin, siləcəm sənə. Evdə Materazzi'nin şəkilləri, Maldini'nin şəkilləri var, hamısını yandıracam. Amma Bosniya-Hersegovina İtaliya oyununa 2.5 üst təxminini eləyirəm. Dostlar, 2 dənə yoldaşlıq görüşümüz var. Onlardan biri Norveç, İsveçrədir. Çox əla və çox bal oyundur. Əsl 2.5 üst oyundur. Amma nəsə bu günlər elə bilirəm ki, Norveç uduzacaq. Çünki elə bir yoldaşlıq oyunudur ki, burada hər şey ola bilər də. Norveç özdə keçən oyunda deyəsən uduzdu 2-1. Amma bu oyun, nə bilim, məncə Norveç büdrəyəcək bir də. Amma ən yaxşısı 2.5 üstü. Çünki yoldaşlıq oyunudur, çox riskə girmək olmur. Növbəti oyunumuz isə Montenegro-Sloveniya oyunudur. Sloveniya-Montenegro oyunu yalnız məhlə-məhli oyunları bizim məhlə ilə arxa məhlə oynayır. Yəni bu oyundan nə gözləmək olar? Yoldaşlıq görüşüdür. Ona görə bu oyunu təxmin etmək çətindir. Amma məncə qarşılıqlı ataklara görə kün zərbəsi olar. Yəni mən inanıram ki, ən azından heç olmasa 7.5 üst kün zərbəsi gələcək. Çünki bu oyunda bəlkə də qollu oyun oxşur, amma heç bir təxmin verə bilmirəm. Bugünkü verilişimiz də sona çatdı. Bizi YouTube'da, Telegram'da, TikTok'da, Facebook'da, Instagram'da izləməyi unutmayın. Hər həftənin ikinci günü bizi YouTube'da və qalan günləri TikTok'da, Facebook'da, Telegram'da izləməyi unutmayın. Öpürəm, özünüzə yaxşı baxın.